Paulun Titə məktubu 1-ci fəsil. Allahın qulu və İsa Məsihin həvarisi mən Pauldan salam. Allahın seçdiyi insanların iman edib möminliyə uyğun olan həqiqəti dərk etmələri üçün təyin olundum. Allah yolu əbədi həyat ümidinə əsaslanır. Bu ümidi yalan danışmayan Allah zaman başlamazdan əvvəl vəd etmişdir. Xilaskarımız Allah öz əmrinə görə mənə əmanət edilmiş vəzlə kəlamını vaxtında aşkar etdi. Ümumi imana görə mənə əsl oğul olan Titə, ata Allahdan və xilaskarımız Məsih İsa'dan lütf və sülh olsun. Tamamlanmamış işləri sahmana salasan və sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni Kritdə saxladım. Ağsaqqal seçilən şəxs nöqsansız və təkarvadlı olaraq ona sadiq olsun. Övladları imanlı olmalı, mənəviyyatsızlıqda ittiham olunan yaxud itayətsiz olmamalıdır. Çünki cəmiyyət nəzarətçisi Allahın iş idarətçisi olduğuna görə nöqsansız olmalıdır. Dikbaş, hirsli, şərab düşkünü, zoraki, haqsız qazanca həris olmamalı, əksinə qonaqpərvər, yaxşılığı sevən, ağıllı, kamallı, salih, müqəddəs, nəfsinə hakim olmalıdır. Həm başqalarına sağlam təlimlə nəsihət verməyə, həm də ona qarşı çıxanları təkzib etməyə qadir olsun deyə, aldığı təlimə uyğun olan etibarlı kəlamı bərk tutmalıdır. Xüsusilə sünnət tərəfdarları arasında bir çox itayətsiz, boşboğaz və saxtakar insanlar var. Onları sakitləşdirmək lazımdır. Çünki onlar haqsız qazanc əldə etmək üçün lazımsız şeyləri öyrədərək bəzi ailələri tamamilə alt-üst edirlər. Onlardan biri, öz peyğəmbərlərindən biri, belə demişdir. Kritlilər daima yalançı, azğın heyvan, tənbəl qarınquludurlar. Bu şəhadət etibarlıdır. Ona görə də onları sərt bir şəkildə məzəmmət et ki, imanları sağlam olsun. Yəhudi əfsanələrinə və həqiqətdən dönən insanların əmirlərinə qulaq asmasınlar. Paklar üçün hər şey pakdır. Ləkəli imansızlar üçün isə pak heç bir şey yoxdur. Amma onların həm düşüncəsi, həm də vicdanı ləkələnmişdir. Onlar Allahı tanıdıqlarını iqrar edirlər, amma əməlləri ilə bunu inkar edirlər. İyrənc və itayətsizdirlər, heç bir yaxşı iş görməyə yaramazlar. Titə məktub 2-ci fəsil. Sənsə sağlam təlimə uyğun olanı öyrət. Yaşlı kişilər ayıq, ləyaqətli, ağıllı, kamallı, imanda, məhəbbətdə və dözümdə sağlam olsunlar. Yaşlı qadınlar da eyni şəkildə müqəddəslərə yaraşan tərzdə davransınlar. Böhtançı, şərab düşkünü olmasınlar və xeyirli şeyləri öyrədərək tərbiyə etsinlər ki, gənc qadınlar ərlərini və uşaqlarını sevsinlər. Ağıllı, kamallı, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabi olsunlar. O zaman Allahın kəlamına küfr olunmaz. Gənc oğlanlara da ağıllı, kamallı olmaq üçün nəsiyyət ver. Yaxşı işlər görərək hər şeydə özünü nümunə göstər. Təlimdə dürüst və ləyaqətli olaraq tənqid olunmaz sağlam sözlər danış ki, sənə qarşı çıxanlar bizim haqqımızda pis bir söz deyə bilməyib utansın. Qulları başa sal ki, hər şeydə öz ağalarına tabi olsunlar. Onları razı salsınlar. Qoy cavab qaytarmasınlar, oğurluq etməsinlər. Amma hər baxımdan etibarlı olduqlarını göstərsinlər. Beləliklə, xilaskarımız Allahın təlimini hər cəhətdən cazibəli etsinlər. Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zihur etdi. Bu lütf
bizə Allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı, kamallı, salih və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O, özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın. Bunları tam bir səlahiyyətlə bildir, nəsihət ver və məzəmmət elə. Qoy heç kim sənə hörmətsizlik etməsin. Titə məktub 3-cü fəsil. İmanlılara xatırlat ki, başçılar və hakimlərə tabe olub itayət etsinlər. Hər cür xeyirli iş görməyə hazır olsunlar. Heç kimə şər atmasınlar. Davakar deyil, mülayim olsunlar və bütün insanlarla həlim davransınlar. Çünki bir zamanlar biz də ağılsız, itayətsiz, yolunu azmış, müxtəlif ehtiraslar və zövqülərə qul olan, kin, paxıllıq içində yaşayan, mənfur və bir-birimizə nifrət edən adamlar idik. Amma xilaskarımız Allah xeyirxahlığını və insana olan sevgisini açıq göstərdiyi zaman, bizim salihliklə etdiyimiz əməllərlə deyil, öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni müqəddəs ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol müqəddəs ruhu tökdü ki, onun lütfi ilə salih sayılıb, ümidimiz olan əbədi həyatın varisi olaq. Bu söz etibarlıdır. Mən bu mətləblərin üzərində dayanmağını istəyirəm ki, Allaha iman etmişlər, xeyirxah işlərlə məşğul olmağa diqqət yetirsinlər. Bu, insanlar üçün xeyirli və faydalıdır. Lakin axmaq mübahisələrdən, nəsil şəcərələrindən, münaqişələrdən, qanunla bağlı davadalaşlardan uzaq dur. Çünki bunlar faydasız və boş şeylərdir. Təfriqəçi adamdan birinci və ikinci xəbərdarlıqdan sonra əlaqəni kəs. Belə adamın yolunu azmış və günahkar olduğuna əmin ola bilərsən. O, öz-özünü məhkum etmişdir. Mən Artema və ya Tixiki yanına göndərən kimi, çalış ki, yanıma, Nikopolisə gələsən. Çünki qışı orada keçirməyi qərarı almışam. Qanunşünas Zena ilə Apollonu səylə yola sal. Qoy onların heç bir şeyə ehtiyacı olmasın. Qoy bizimkilər də təcili ehtiyacları ödəmək üçün xeyirli işlərlə məşğul olmağı öyrənsinlər ki, bəhrəsiz qalmasınlar. Yanımdakıların hamısı səni salamlayır. Bizi sevən imanlılara salam söylə. Hamınıza lütf olsun.